Hava yenidən dəyişir, sabah intensiv yağış yağa bilər. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə mayın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə, dağlarda gecə 7-12, gündüz 18-20 dərəcə isti olacaq.